Bakıda kanalizasiya infrastrukturunun yenilənməsi istiqamətində növbəti mərhələyə start verilib. Dövlət proqramı çərçivəsində Lökbatan hövzəsində yeni gətirici kanalizasiya kollektoru və tullantı su təmizləyici qurğu tikilir. Lökbatanda son illərin ən iri kanalizasiya layihələrindən biri icra olunur. Məqsəd həm kanalizasiya xidmətinin keyfiyyətini artırmaq, həm də ekoloji yükü azaltmaqdır. Təmizləyici qurğu ilkin mərhələdə 100 min kub nəzərdə tutulub. Digər mərhələlərdə isə 200 min kub əlavə olunması gözlənilir. Layihənin məqsədi həm sadaladığımız qəsəbələrdə kanalizasiya mənbəyini yaradır və bu ərazidə yerləşən Xocasən gölü, Qu gölü, Qırmızı göl və Xəzər dənizinin ekoloji vəziyyətinin tarazlığına xidmət edəcəkdir. Qurğunun təmizləmə prosesi bir neçə mərhələdə həyata keçiriləcək. İlkin olaraq çirkəb su kobud barmaqdan keçəcək və nasoslar vasitəsilə incə barmaqlığa ötürüləcək. İncə barmaqdan keçdikdən sonra həmin su mexaniki təmizləmə olan qum və yağ tutucudan keçərək biofosfor hovuzuna ötürüləcək. UV qurğusunda ultrabənəfşəyi şüalar vasitəsilə çirkəb suyun daxilində olan bakteriyalar tam zərərsizləşdirildikdən sonra Xəzər dənizinə ötürüləcəkdir. Borular vasitəsilə müxtəlif ərazilərdən gələn tullantı suları bir nöqtədə toplanacaq. Təmizləndikdən sonra isə su təhlükəsiz şəkildə dənizə ötürüləcək. Layihənin ilk mərhələsində Xocasən, Sulutəpə, Şonqar, Lökbatan, Yasamal, Badamdar, Bayıl və Bibiheybət yaşayış massivləri yeni sistemə qoşulacaq. Mütəxəssislərin sözlərinə görə bunun nəticəsində Bakı buxtası, eləcə də Xocasən, Lökbatan, Qırmızı və Qu göllərinə axan çirkab sular azalacaq. Bu isə həmin su hövzələrinin ekoloji vəziyyətinin yaxşılaşmasına imkan verəcək. Ola bilsin gələcəkdə bu təmizləmə o səviyyəyə çatsın ki, həmin sulardan texniki su kimi istifadə etmək mümkün olsun, Bakının yaşıllaşdırılmasında istifadə etmək mümkün olsun ki, bu da ümumiyyətlə Bakıda və Abşeron yarımadasında həm su təchizatını yaxşılaşdırılacaq, həm də yaşıllıqların artmasına, göllərin təmiz olmasına imkan verəcəkdir. Layihə 2025-2028-ci illəri əhatə edir. Hazırda kollektorun tikintisinin 50%-i tamamlanıb. Elmira Ağayeva, Mirəziz Mirəloğlu, Rauf Məmmədov, AzTV xəbər.